Bismillahirrahmanirrahim. Muhammed Allahın elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, bir-birləri ilə isə mehribandılar. Fəth surəsi ayə 29. O, cavan yaşlarında dini və ilahiyyət elmlərini öyrənməyə maraq göstərdi. Baxmayaraq ki, ailəsində heç kimin dini təhsili yox idi. Bir müddət Cənubi Livanda, sonra Nəcəfdə və 2 ildə İranda dini dərslər aldı. Cənubi Livan işğal olunduğu zaman Şəhid Çamranın xatirəsinə bağlı olan Amal hərəkatında fəaliyyət göstərirdi. Lakin qısa müddət sonra əsas düşmən, yəni İsraillə mübarizə aparan bir təşkilat axtarmağa başladı. Hizbullahın qurulması Sepah komandanlarının Suriya və Livana gəlişi dövrünə təsadüf edir. Şəhid Hacı Himmət və Şəhid Mütəvəssiliyan cəsur Livanlı gənclər arasında böyük təsir buraxdılar. Hizbullah çox az imkanlarla, lakin yüksək ruh və imanla quruldu və o da təşkilatın əsas kadr heyətinə daxil oldu. Özü deyirdi, bir gecə Cəmta dərəsində gizlənmişdik. Təlim keçirdik. Müxaliflər bizi tutmaq və dağıtmaq üçün hər şey edirdilər. Vəziyyət çox ağır idi və biz 50 nəfər idik. Amma cəmi 2 avtomat silahımız vardı. İlk ümid işığı o kişidən gəldi ki, qaranlıq dərədə parlayırdı. Gəldi, məni sinəsinə sıxdı. O, Muhammed İbrahim Himmət idi. Bu görüş bizi o dərədən 33 günlük müharibədə Allahın düşmənlərini heyrətə salacağımız yerə qədər apardı. Bütün ətrafındakılar deyirdilər ki, o tezliklə Hizbullahda irəliləyəcək. Seyyid Abbas Musəvi şəhid olduqdan sonra onu Hizbullahın baş katibi seçdilər. Seyyid Həsən Nəsrullah icra vəzifələrini ələ aldığı zaman Siyonist düşmən hiylə və təxribatla 2 böyük şiə qrupunu Amal hərəkatı ilə Hizbullahı bir-birinə qarşı qoymuşdu. Hər gün qarşı durmalar, hər gün itkilər, bəzi toqquşmalarda şəhid sayı 200 nəfəri keçirdi. Seyyidin ən mühüm işi İran və Suriya vasitəçiliyi ilə bu 2 böyük şiə qrupunun Cənub Livanda vəzifə bölgüsünü həyata keçirməsi oldu. Hərçənd bəziləri buna qarşı idi. Lakin Hizbullahın siyasi və icra fəaliyyətləri azaldı və əsas diqqət, əsas düşmən, yəni Siyonist rejimə qarşı mübarizəyə yönəldi. O, bu dərsi Qurandan almışdı. Kafirlərə qarşı sərt olun, öz aranızda isə mehriban. Artıq daha mərkəzləşmiş şəkildə qüvvələr yetişdirilir və əsas düşmənə qarşı hazırlanırdı. Onlar düşməndən böyük itkilər aldılar və 2000-ci ildə Cənubi Livanı azad etməyə müvəffəq oldular. Mücahidlərin iman gücü düşmənin gözləri önündə aydın şəkildə görünürdü. Seyyid Həsən 2006-cı ilin yayında 33 günlük müharibə kimi tanınan döyüşdə düşmənin zəifliyini göstərdi və uğurlu bir əməliyyatla düşmənə böyük zərbə vurdu. Əsirlər aldı və bu əsirlərlə mübadilə prosesində yüzlərlə Livanlı əsiri azad etdi. Hər kəs qəbul edirdi ki, Seyyid bu Quran ayəsinin canlı nümunəsidir. Kafirlərə qarşı sərt olun, öz aranızda isə mehriban. O, bu ayəyə əsasən davranırdı. Bütün inqilabi qəzəbini düşmənə qarşı yönəldirdi və Livan Fələstin xalqına qarşı isə son dərəcə mehriban idi. O, bəzi satqın İslam ölkələrinin rəhbərləri kimi deyildi ki, düşmənlə mehriban, dostlarla isə düşmən olsun. Həmid Davudabadi Seyyid Həsən haqqında yazdığı xatirələr kitabında qeyd edir. 1983-cü ildə Livana getmişdim. O vaxt Seyyid Həsən Nəsrullah Bəlbəkdə idi və mən Seyyidə heyran qaldım. Onun xüsusi bir cazibəsi vardı. Onunla söhbət edəndə elə hiss edirdik ki, sanki Həzrət Ağa, İmam Xameneyi bizimlə danışır. Hətta o zaman Hizbullah uşaqları ona kiçik Xameneyi deyirdilər. Lakin İmam Xameneyi Seyyid Həsəni İrana gətirdi ki, Qumda dərs alsın
və Livanın daxili hadisələrindən uzaq qalsın. Seyyid Abbas Musəvi Hizbullahın baş katibi Seyyidin Livana qayıtmasını istədi. Amma ağa etiraz etdi və dedi: "Bizim Seyyidlə işimiz var. Biz onu gələcək üçün hazırlayırıq. Seyyid mütləq müctəhidliyə qədər oxumalıdır." Amma Livanlıların israrı ilə Seyyid Həsən geri döndü. Davudabadi davam edir. Livanda Ağazadə sözü İrandakından daha dərin bir mənaya sahibdir. Yəni kiminsə Ağazadə olması onun yüksək imtiyazlı və nüfuzlu biri olduğunu göstərir. Livanın böyük Ağazadələri Seyyid Hadi Nəsrullah və Cihad Muğniyyə idilər. Seyyid Hadi Hizbullaha qoşulmaq istəyəndə atasının yanına getdi və Seyyid Həsən oğlu üçün 3 şərt qoydu. Heç kim səni tanımamalıdır və mütləq gizli ad istifadə etməlisən. Sonralar Seyyid Hacı şəhid olanda İsrail dedi ki, əgər onun Nəsrullahın oğlu olduğunu bilsəydik, mütləq onu diri tutar və Hizbullahdan böyük imtiyazlar alardıq. İkinci, heç bir rəhbərlik və məsuliyyət qəbul etməyə haqqın yoxdur. Çünki mənim oğlumsan. Üçüncü, yalnız döyüşə getməlisən, qərargah oturmaq üçün deyil.